Həvarilərin işləri 14-cü fəsil Konyada Paulla Barnaba yəhudilərin sinagoguna birlikdə daxil olub, elə danışdılar ki, həm yəhudilərdən, həm də yunanlardan ibarət böyük kütləni imana gətirdilər. Amma inanmayan yəhudilər başqa millətlərdən olanları qızışdıraraq, onları imanlıların əleyhinə qaldırdılar. Xeyli vaxt orada qalan Paulla Barnaba cəsarətlə Rəbb haqqında danışırdı. Rəbb isə onlara əlamət və xariqə göstərmək gücünü verməklə öz lütfü barədə kəlamı təsdiqlədi. Amma şəhər əhalisi iki hissəyə bölündü. Bəziləri yəhudilərin, bəziləri isə həvarilərin tərəfini saxladı. Yəhudilərlə başqa millətlərdən olanlar və onların rəhbərləri həvariləri təhqir eləyərək daşqalaq eləmək üçün bir sui-qəsd hazırladılar. Bundan xəbər tutan bu həvarilər Likaoniyanın, Listra ilə Derbe şəhərlərinə və oranın ətraf yerlərinə qaçdılar. Orada da müjdəni yaydılar. Listra və Derbedə Listrada ayaqlarından şikəst olan bir kişi var idi. Bu adam anadan gəlmə əlil idi. Heç vaxt yeriməmişdi. O, Paulun dediklərinə qulaq asırdı. Ona göz qoyan Paul gördü ki, sağalacağına imanı var. Ona görə bərkdən dedi, qalx ayaq üstə dur. Bu adam yerindən atılıb yeriməyə başladı. Camaat Paulun elədiyini görəndə haray salıb Likaoniya dilində dedi, Tanrılar insan şəklində yanımıza gəlib. Barnabaya Zevs, Paula isə aparıcı natiq olduğuna görə Hermes dedilər. Şəhərin qarşısında yerləşən Zevs məbədinin kahini şəhər darvazalarına buğalar və çələnglər gətirdi. O, cəmaatla birgə qurban kəsmək istədi, amma həvarilər, Barnaba ilə Paul bunu eşidən kimi paltarlarını cırdılar və izdihamın içinə girib haray çəkdilər. Ayağalar, niyə belə eləyirsiniz? Biz də sizin kimi insanıq, eyni varlığıq. Sizə müjdə gətirmişik. Əl çəkin bu boş şeylərdən. Yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan, var olan Allaha tərəf dönün. O, əvvəlki nəsillərin dövründə yaşayan bütün millətlərə öz yolları ilə getməyə izin verdi. Lakin yenə də özünü şahidsiz qoymadı. Sizə yaxşılıq eləyərək göydən yağışlar yağdırır, cürbəcür məhsullar yetişdirən fəsillər bəxş eləyir. Sizi yeməklə doydurur və ürəyinizi sevincə qərq eləyir. Bu sözlərlə cəmaatın onlara qurban kəsməsinin qarşısını bir çətinliklə aldılar. Antakiya və Konyadan bəzi yəhudilər gəlib xalqı öz tərəfinə çəkərək Paulu daşqalaq elədilər. Elə bildilər ki, Paul ölüb, onu şəhərdən kənara sürüdülər. Şagirdlər ətrafına yığılanda isə Paul ayağa qalxıb şəhərə qayıtdı. Ertəsi gün Barnaba ilə birlikdə Derbeyə getdi. O şəhərdə də müjdə yayıb xeyli şagird hazırladılar. Suriyada olan Antakiyaya qayıtma Paulla Barnaba daha sonra Listraya, Konyaya və Pisidiyada olan Antakiyaya qayıtdı. Şagirdləri ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirərək dedilər, Allahın padşahlığına çox əziyyətlərdən keçərək girməliyik. İmanlılar üçün hər cəmiyyətdə ağsaqqallar seçərək dua və orucla onları inandıqları Rəbbə əmanət elədilər. Pisidiya bölgəsindən keçərək Pamfiliyaya gəldilər. Pergedə kəlamı yayandan sonra Antaliyaya getdilər. Oradan gəmi ilə Suriyadakı Antakiyaya qayıtdılar. Onların indi yerinə yetirdikləri xidmət üçün burada Allahın lütfüne əmanət edilmişdilər. Oraya çatanda, cəmiyyəti bir yerə yığıb Allahın onlar vasitəsilə neynədiyini, başqa millətlərə iman qapısını necə açdığını söylədilər və şagirdlərin yanında uzun müddət qaldılar.